Bunun üçün də ən effektiv üsul nə olacaq? Demək olar ki, sizin balınız artıq artdı. Bunu deyə bilərik sizə konkret olaraq. Yəqin ki, 600-700 bal yığmağa hədəfləyən uşaqlar bunu artıq eləyirlər. Salam əziz abituriyentlər. Bugünkü videomuzda biz blok imtahanına hazırlıq proqramını necə quraq, bunun haqqında danışacağıq və sizə konkret bir plan verəcəm ki, bununla birlikdə hazırlaşa biləsiniz. Həmçinin imtahanımıza bir ay qalıb və buna necə ən effektiv şəkildə hazırlaşa bilərik, proqramı necə çatdıra bilərik və bir ay ərzində maksimum nə qədər nəticə əldə edə bilərik və bunun üçün necə çalışa bilərik, bunlar haqqında danışacağıq. Bu video həqiqətən sizdən çox tələb gəlirdi, ona görə də mən təxirə salmaq istəmədim və hal-hazırda sürət qatarında çəkirəm. Ümid edirəm ki, sizə səsim aydın gəlir və məni başa düşürsünüz. Deməli, mövzunu çox uzatmaq istəmirəm və istəyirəm planlı şəkildə biz hazırlıq prosesini necə aparacağıq, bu haqda danışaq. Həmçinin əlavə eləmək istəyirəm ki, bizim dünən blok imtahanı ilə bağlı onlayn görüşümüz oldu. Görüş ödənişsiz idi və bir çoxunuz orada iştirak elədiniz. Orada aldığımız suallara əsasən və ümumi orada da vurğuladıqlarımızı ümumiləşdirsək, ilk olaraq ən önəmli maddə nədir? Mən onu sizə demək istəyirəm. Ən birincisi, sizin konkret bir planınız olmalıdır. Yəni, bir günü sırf buna ayıracaqsınız və oturub plan yazacaqsınız. Bunun üçün də ən effektiv üsul nə olacaq? Sizin AI-dan istifadə eləməyiniz olacaq. Görüşdən bəzi kadrları bura yerləşdirəcəm. Bizim blok proqramının müəllimləri ilə görüşü idi dünənki görüş və orada sizə tarix müəlliminiz olan Nigar müəllimə AI-dan necə istifadə edə bilərsiniz, necə effektiv istifadə eləmək olar və hansı AI-lardan istifadə eləmək olar, bunlar haqqında danışdı. Və mən də sizə blok proqramını hazırlaşacağınız zaman quracağınız plan proqramı hansı AI-larla qura bilərsiniz, bunlar haqqında bəzi məlumatları aşağıda yerləşdirəcəm. Onlardan istifadə edərək rahat bir şəkildə proqramınızı qurub imtahana hazırlaşmağa başlaya bilərsiniz. Bunu necə edəcəksiniz? Ona konkret bir prompt verəcəksiniz ki, mən tutaq ki, 3-cü qrupam və Azərbaycan dili, ədəbiyyat və tarix fənlərindən bir ay ərzində proqramı çatdırmalıyam. Və həmin AI-ya yazırsınız, o sizin bütün sillabusunuzu yığır, qəşəng-qəşəng siz üçün bir dənə proqram çıxardır. Hansı gün nəyi işləməlisiniz, nəyi oxumalısınız, necə eləyəsiniz ki, mövzuları çatdırasınız, bunlar haqqında sizə məlumat verəcək. Siz də o proqramı qəşəng götürüb köçürdürsünüz dəftərinizə və günlərə ayırırsınız. Qəşəng proqram qurdunuz, əla. İndi tutaq ki, olsun bugün neçə 16 apreldir. Olsun 16 aprel tarixində tarixdən tutaq ki, Albaniyanı öyrənməliydiniz. Təbii ki, belə az mövzu verməyəcək sizə. Çünki bir aya çatdırmalısınız. Bizim proqramda da zaten biz mövzuları birləşdirib keçirik, mix eləyib keçirik və ən çox sizə blokda düşəcək imtahanları, mövzulara fokuslanırıq orada. Deməli, necə eləyəcəksiniz? Tutaq ki, 16 aprelə düşən mövzunuz Albaniyadır. Albaniyaya bir tek atdınız, onu oxudunuz, öyrəndiniz, verdiyi tapşırıqları işlədiniz. Tutaq ki, topludan 50 sual işləməsi, onları elə hamısının üstündən qabağına belə quş qoyursunuz. Bu olur sizin günlük planınızı hazırlamalısınız və onları işləməlisiniz. Əgər plan qursaz, effektiv bir plan qurub, ona əməl eləsəz və işləsəz, demək olar ki, sizin balınız artıq artdı. Bunu deyə bilərik sizə konkret olaraq. İkinci mərhələ nədir? İkinci mərhələ odur ki, siz konkret olaraq hazırlaşdığınız fənni tam bilməlisiniz, başa düşməlisiniz. Yəni, tutaq ki, siz olsun fənniniz riyaziyyat, götürdünüz, bütün düsturları əzbərlədiniz, bu sizə heç bir effekti olmayacaq. Yəni, testləri elə-belə işlədiniz, getdi, qutarı getdi, heç bir effekti olmayacaq. Nə eləməlisiniz? Bir mövzu öyrənin, amma o mövzunu başa düşün, öyrənin. Yəni, garantiləyin ki, siz bu mövzunu 100% imtahanda yazacaqsınız, bu sualı, bu mövzudan düşən sualı. Yəni, istənilən fənni başa düşmək çox önəmlidir. Yazdığınızı başa düşməlisiniz, öyrəndiyiniz şeyi başa düşməlisiniz. Yəni, elə-belə əzbərlədim, getdim, yazdım, belə bir şey eləyə bilməzsiniz. Yəni, effektiv olmayacaq. Bu ikinci nüans idi. Üçüncü nüans nədir? Üçüncü nüans ən önəmlisi deyərdim, xülasə dəftəri yazmaqdır. İstənilən fənnə aiddir bu, yəni ən rahat fənn sizin üçün hansıdır? Məsələn, mənim üçün tutaq ki, nə olsun? Məsələn, ingilis dili olsun, ingilis dili blokda yoxdur. Yəni, ingilis dilinin belə, mənim üçün asandır, təbii kim üçünsə çətin ola bilər. Onun belə xülasəsini yazmalısınız. Xülasə dəftəri nədir? Bunun üçün aşağıda video linkini yerləşdirəcəm. O videoda xülasə dəftəri haqqında məlumat vermişəm. Amma əlavə olaraq da demək istəyirəm ki, qısaca xülasə dəftəri sizin öyrəndiyiniz mövzuların qaydalarını qısaldılmış şəkildə, özünüzə uyğun şəkildə yazdığınız bir dəftərdir. Və mən tövsiyə edirəm ki, siz hər üç fənnini eyni dəftərə yazasınız ki, təkrarlamaqda sizə rahat olsun. Və hər test işlədikcə də o dəftərdən baxıb təkrarlayacaqsınız. Belə.
Bu önəmlisidir. Bunu mütləq eləyin. Bunu mütləq eləyin. Yəni ki, 100 bal yığmaq istəyirsinizsə də eləyin, 600-700 bal yığmaq istəyirsinizsə də eləyin. Yəqin ki, 600-700 bal yığmağa hədəfləyən uşaqlar bunu artıq eləyirlər. Dördüncü və ya desəm 5-ci nüansımız nədir? Bir nəfərlə birlikdə işləmək. Bu ola bilər 10-cu sinif tələbəsidir, şagirdidir. Siz ona dərsi izah eləyirsiniz və beləcə daha yaxşı öyrənirsiniz. Ola bilər 11-ci sinifdir və bir-birinizə izah eləyə öyrənirsiniz. Yəni yol yoldaşı çox önəmlidir bu prosesdə. Əgər yol yoldaşınız yoxdursa, bizim partner qrupumuz var, ödənişsizdir qoşulmaq. Ora qoşulub Azərbaycanın fərqli bölgələrindən abituriyentlərlə birlikdə hazırlaşa bilərsiniz. Qrupun linkini aşağıda yerləşdirəcəm. Narahat olmayın. Qrupun linkini aşağıda yerləşdirəcəm. Belə, partnerlə işləmək yəni çox önəmlidir. Öz dostunuz varsa onunla, yoxdursa da, inşallah səsim gəlir, səslər olur burada artıq. Yoxdursa da bizim qrupdan biri ilə birlikdə işləyə bilərsiniz. Və 5-ci nüansdır deyəsən bu. 5-ci nüans nədir? Mütləq şəkildə bələdçiniz olmalıdır. Hazırlıqdan çıxın demişəm mən sizə, bu sözümün arxasındayım, buna bir şey demirəm. Amma yol boyu, proses boyu, yəni nəyi necə eləmək lazımdır, nəyi necə eləsən daha az vaxt xərcləyərsən. Tutaq ki, sən bir mövzunu oturub 5 saat oxuyacaqsansa, bir müəllim, bir bələdçi ya da mentor sənə o mövzunu elə incəliklərini deyər ki, sən o mövzunu 1 saata oturarsan, bağlayarsan, qutararsan. Və ya dünən bizim görüşümüzdə bir sual verildi ki, ədəbiyyatdan gündə neçə mövzu təkrarlamalıyam. Məsələn, mən olsam o suala deyərdim ki, 5 mövzu. Amma bizim ədəbiyyat müəllimimiz bu sualı professionallıqla cavabladı və dedi ki, əsərlər asanddırsa 2 mövzu təkrarlayın. Onu da shorts bölməsində paylaşacağım Günel müəllimənin danışığını, onu izləyə bilərsiniz. Əsərlər rahatdırsa gündə 2 mövzu, əgər çətin və uzun bir əsərdirsə 1 mövzu. Yəni, gündə durub 3 mövzu oxumağınız sizə faydalı olmayacaq. Sizin üçün həm bütçənizə uyğun, həm də gənc müəllimlərlə işləmək baxımından, yəni gənc bir bələdçinizin olmasını istəyirsinizsə, bizim proqramda iştirak edə bilərsiniz. Bizim proqram intensiv bloka hazırlığı hədəfləyir və sadəcə 1 ay müddətində davam edəcək. Yəni, şans imtahanı müddətində çox güman ki, olmayacaq. Yalnızca ilk 1-ci cəhd imtahanına qədərki müddət 1 ay ərzində hər blokdan, hər blok qrupunun fənlərindən bizim intensiv hazırlıq qrupumuz olacaq. Burada siz 1 ay ərzində hər fənnin bütün proqramını bitirəcəksiniz və həmçinin köhnə illərin qəbullarını işləyəcəksiniz, müəllimlər tərəfindən tərtib olunan sınaqları işləyəcəksiniz. Əlavə olaraq sizə topludan seçilmiş suallar göndəriləcək və hər bir addımınız, hər bir işiniz izləniləcək. Yəni sizə sınaq göndərildi, siz gedin işləyin, özünüz bilərsiniz. Belə bir hal mümkün deyil, ola bilməz. Özüm birbaşa nəzarət edirəm və müəllimlərimizin hər biri o qədər həvəslidirlər ki, bu işi sizlə görməyə, sizlə bir yerdə işləməyə və sizə bu fənləri tədris eləməyə. Ona görə də elə bir hal yaşana bilməz. Bundan əlavə olaraq siz nələr eləyəcəksiniz? Proqramda psixoloqla görüşümüz var, terapiyamız olacaq. Hansı ki, bu abituriyentlər üçün ən vacib nüansdır, amma çoxu tərəfindən belə Türklər demişkən xəfifə alınır və çox önəm əhəmiyyət verilmir. Amma psixoloq terapiyası, psixoloqla görüşmək və imtahan həyəcanı üzərində işləmək sizin üçün çox önəmlidir. Bizim proqramda psixoloq terapiyası da var. Bundan əlavə olaraq sizə xülasə dəftərinizə yazacağımız qaydalar göndərilir. Həftədə 2 dəfə hər fəndən onlayn dərs olacaq. Yəni, bu məcmu şəkildə dərslər olacaq. Məsələn, bir dərsdə tutaq ki, 4 mövzunu ümumiləşdirib sizə izahı olunacaq və həftə ərzində sizə testlər göndəriləcək. Və proqramın ən gözəl yanı ondan ibarətdir ki, siz hər həftə sonu, yəni hər bazar günü böyük ehtimalla sizə sınaq göndərilir və siz onu işləyirsiniz imtahan şəraitinə uyğun və imtahan strukturuna, ballarına, hesablamasına uyğun da sizin balınız hesablanır və sizə göndərilir. Həmin şəkildə, həmin strategiya ilə işləyəndə bizim artımlarımızın bəzilərini bura yerləşdirəcəm. Hətta bir tələbəmiz 900-dən başlayıb 2500-ə qədər qaldırmışdı sonuncu sınaqda. Bu, əlbəttə ki, birinci mənim üçün, sonra tələbəniz üçün, sonra da bizim müəllimlərimiz üçün sıralamanı düzgün eləməmiş də ola bilər. Çox önəmli bir adım, çox fəxr elədiyimiz bir şeydir. Belə, həmçinin bu qrupda, bu proqramda iştirak edən tələbələr daha sonra ixtisas seçimi ilə bağlı olacaq olan onlayn görüşümüzdə ödənişsiz şəkildə iştirak edə biləcəklər. Biz orada ixtisasları müzakirə eləyəcəyik, həmçinin ixtisas seçimi kodlaşdırmanı da bir yerdə eləyəcəyik. Ümid edirəm ki, heç bir nüansı qeyd eləməyi unutmadım. İmtahana bir gün qalmış oxumaq sualı çox gəlir mənə. İmtahana bir gün qalmış oxuyun, imtahan günü də oxuyun, imtahana gedərkən, yəni xülasə dəftərimizdən oxuyun. İmtahana yaxın oxumaq məsələsi o demək deyil ki, götürüb təzədən təkrar, təzə bir mövzu öyrənmək yox. Sadəcə təkrar eləməkdən söhbət gedir, onu eləyə bilərsiniz.
Əlavə olaraq mənə çox sual gəlir ki, bir ay ərzində nəticəmi 100-dürsə 500 tutaq ki, eləyə bilərəm. Mən konkret rəqəmlər sizə verə bilmərəm. Çünki birincisi bazanızı bilmirəm, ikincisi hansı fəndən zəifliyiniz onu bilmirəm. Üçüncüsü necə hazırlaşırsınız, disiplinlisiniz yoxsa yox, bunu da bilmirəm. Amma sadəcə deyə bilərəm ki, əgər disiplininiz varsa, özünüzə inamınız varsa, istiqamətiniz varsa, mütləq ki, qaldıra bilərsiniz. Qaldırmamağınız zaten mümkün deyil. Nəticələr bizdə var. Burada da paylaşacağım. Instagramda mentorluy.az buradakı profilimizdə də bütün nəticələri paylaşıram. Oradan da baxa bilərsiniz. Belə. Düşünürəm ki, bütün nüansları vurğuladım. Əgər unutduğum bir nüans varsa və ya mənə vermək istədiyiniz, istənilən nə sualınız varsa, bu videonun altına yaza bilərsiniz. Mən hamısını oxuyuram və cavablayıram. İmtahanda hər birinizə uğurlar arzulayıram. Proqrama qoşulmaq üçün də Instagram hesabına yazmağınız kifayətdir. Oradan sizinlə birbaşa özüm əlaqə saxlayacağam və sizi yönləndirəcəm. Proqram artıq bu həftə 20 apreldən başlayır. Odur ki, həmin tarixə qədər müraciət edə bilərsiniz. İmtahanda uğurlar, sağ olun.